Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün bu qız 10 barmağında ilk mərifətlə qarşınıza çıxıb. Bu da yəqin ki, hər kəsin gördüyü, hər kəsin hazırladığı üç malzemə ilə, yəni üç ərzaqla rahat, pratik, ürəyimiz şirin istəyən vaxtda gedib hazırlaya biləcəyimiz, hətta diyetoloqların belə məsləhət gördüyü bir reseptdir. Mən təbii ki, şirniyyata bayıldığım üçün bunu tək simitanla yox, yoğurtla da elədim. Yəni bir yoğurt almışdım, bir də 15%lik simitan almışdım. Gördüyünüz kimi yoğurtun üzərinə aldığım bu peçenikləri ki, bunlar çox dadlıdır bu arada, düzdüm bu halda və buna heç bir kofe falan qatmadım. Lakin aldığım 15%lik simitanı isə qarışdırdım, üzərinə də kofeni tökdüm, onu da dağıtdım. Neyse, orasına siz fikir verməyin. Qarışdırdım. Üzərinə də peçenikləri düzdüm. Gördüyünüz belə səliqə ilə, təbii ki, siz axırını görmədiniz, necə basırdım içinə. Neyse, getdim bunları qoydum soyuducuya. Biraz gözlədim. Biraz dediyim bir 2 saat, 3 saat oldu. Sonra dayana bilmədim. Gecə saat 11-də diyetada, pəhrizdə olan adam başladı bunları gömməyə. İlk olaraq simitanla olan dadına baxdım. Gördüyünüz kimi yeyirəm, amma dad almıram. Nəyə görə? Çünki çox bəyənmirəm. Lakin yoğurtla olan isə hədsiz dərəcədə dadlıydı, çox qəşəng idi. Əgər ürəyiniz istəsə, mütləq mən deyərəm yoğurtla olan sınayın. Şirniyyat dozlama alandan sonra mən gedim işlərimin dalı. Anam da görsün, sevinsin ki, kızı ne eləyir.